Aleykümselam. Necəsən? Allah fərman. Mənə görə həmişə başdan xarab deyirsən, ay Rəfai? Özünə özünə sual vermirsən, o sözü niyə yazıram sənə? Acığın gedir də məndən ona görə. Yox, acığım niyə gedir ki? Bən niyə başdan xarab deyirsən mənə? Neynəmişəm mən? Kiminsə acığı gələndə elə söz yazmır axı. Acıq gəlmək başqa bir şeydir. Neçə yaşın var ki sən, ay Rəfai, soruşmaq ayıb olmasın, qardaş? Yaşın fərqi nədir ki? 40 yaşım var, Fərqi 70 çoxdur da. yaşım var. Mən bilim ki, sənə müəllim kimi müraciət eləyim, dayı kimi müraciət eləyim, baba kimi müraciət eləyim. Müraciəti bilimdə sən necə müraciət eləyəcəm, ona görə yaxşı bilmək istəyirəm. Yox, sən elə əvvəl dayı kimi, əmi kimi müraciət eləyirsən, sonra nə layiq söyüşlər söyürsən. Yox, mən dəli deyiləm axı, mən başdan xarab deyiləm axı, durduğum yerdə kiməsə təhqir eləyim. Mən sənə nə görə söyləyəm? Mən səndən insan kimi söhbət eləyirəm. Deyirəm ki, neçə yaşım var? Mən sənə başdan xarab yazmışam. O demək ki, mən tərbiyəsizəm. İndi mən sənə deyim, sən mənə Bəli, sən tərbiyəsizsən. qulaq assan. Bəli, sən tərbiyəsizsən. Yaxşı. Elə sənin tərbiyyən bir dəqiqə efirdən görsənir. Nə olub ki, mənim tərbiyəmə, Rəfai? Neynəmişəm ki, burada kimin anasına, bacısına söz atmışam? İndiyə qədər sənin arvadıva ilişmişəm, qızıva ilişmişəm, ailə üzvləri kiməsə söz atdığımı görmüşsən, Rəfai? İndi sən özün apravdvat eləyirsən ki, heç kimin anasını, bacısını söyməyibsən. Yəni nə demək istəyirsən ki onunla? Yox, kimsə mənim anamı, bacımı söyübsə, bəli, mən həmin adamların anasını, bacısını söymüşəm. Amma mən durduq yerdə mən səni tanımıram. Mən sənin nə anondan işim yoxdur, nə bacınla, nə nəsil nicabatınla, mənim nə sözüm var, mən sənin ananla, bacınla işim var mənim. Gəl qranisi keçməyək, mən sənə nə yazım? Deyirəm, keçib-keçməm. Bacıva bir söyüş söymüşəm, Rəfai. Deyirəm, gəl ana-bacı söyüşünü saxla bir tərəfə, mən başdan xarab sənə yazmışam. Deyirəm ki, ana-bacı söyüşü söymürəm, ay Rəfai, Azərbaycan dilində sənə sual verirəm. Deyirəm, sənin ailə üzvləri və indiyə qədər mən bir söyüş söydüyümü görmüsən? Mən söyməyibsən, çoxların söyübsən efirdə. Ay, o çoxun söyürəm, o çoxu bilər, mən bilərəm də. O kimi söymüşəmsə, o məni söyüş söyüb, mən də onun cavab olaraq o söyüşün cavabını vermişəm də. Sənin anavı, bacıvı söysələr, Rəfai, durub üzünə baxasan. Deyirəm də qulaq asdı bir dəqiqə. Yox, sən mən sualıma bir dənə cavab ver, gəl bir-birimizə hörmət eləyək də. Sən sual verirsən, mən sənin sualıma cavab verirəm. Amma mən sənə sual verəndə sən mənim sualıma deyirəm, sənin anavı, bacıvı söysələr, durub üzünə baxasan. Deyirəm də, bax, səbəbin deyirəm, sənə niyə yazmışam, salam aleykum, başdan xarab. Səbəbin deyirəm. Nə görə mənə başdan xarab deyirsən? Mən səni tanımıram, nə görə sən məni təhqir eləyirsən? Aydınlığın deyim sənə. Hə, deyinə. Azərbaycan tarixində əzəldən pəhlivan meyilli olub Azərbaycan milləti. Pəhlivana qiymət verən olub, pəhlivanı xoşlayıb uşaqlar gedib baxmağa. Sən ümumiyyətlə Azərbaycanın tarixini bilirsən, Azərbaycan Respublikası neçənci ildə yaranıb? Aya 2025-də yaranıb, 6 ay bundan yox, elə deyil, elə deyil. Tarixdən danışırsansa, gərək sən tarixdən anlayışı olan bir insan olasan. Xahiş edirəm. Bildiyin söhbət elə də. Sən Azərbaycan tarixini bilmirsənsə, neçənci ildə Azərbaycan Respublikası yaranıbdır. Azərbaycan pəhlivanlarını nə bilirsən ki, neçənci ildə kim nağarıbdır? Ya. Sən ümumiyyətlə, Rəfai, nə işlə məşğulsan? Yəni, sənət olaraq hansı sənətin nümayəndəsisən? Hansı sənətdən istifadə edirsən? Eşidirsən məni? Eşidirəm. Niyə qoymursan ki, mən sənə deyim ki, sənə niyə yazıb? Yox, mən sənə qoymuram, yox, belə danışaq da. Sən bilmədiyin söhbət edirsən axı. Sən Azərbaycanın tarixini bilmirsən, neçənci ildə yaranıb. Sən mənə Azərbaycan tarixindən nə sual verə bilərsən? Ay kişi, tarixi qızadı qoy bir tərəfə üstəyib. Mən məktəb oxumamışamsa, tarixi bilmirəmsə, səninlə danışmağa mənim onda xahiş edirəm, tarixdən sual vermə də mənə. Onda xahiş edirəm, tarixdən sual vermə, başqa sual ver. Tarixdən sual vermirəm. Əzəldən Azərbaycan milləti
pəhlivan meyilli olub, sirkə gedib baxmaq olub. Amma mənim ağlım kəsəni səni kimi bambılı pəhlivan həyatı boyu Azərbaycanda olmayıb. Sənin üzvə deyirəm mən. Sən mənim üzümə demirsən axı, sən üzvü mən görmürəm. Sən üzvü göstərmirsən axı. Üzümü gördün, nə qayrətsən ki? Tutalım mənim üzümü gördün, nə dəyişəcək? Gəl belə dəyişəcək? eləyək də, mənim o birisi telefon nömrəm var. Gəl o nömrəmi verim sənə, mənə WhatsApp-da zəng vurcunla üzvü göstər. O sözü mən bir dənə üzümə deyə bilərsən, Rəfail. WhatsApp-da demiş, TikTok-da demiş. Yox, fərqi çoxdur da. Gəl indi belə danışaq da. Burada bir nəfəri qoşum. Qalxsın yuxarı fake profillə. TikTok vorzakonları, nə bilim o şeyləri. Mən vorzakon deyiləm, mən ümumiyyətlə vorzakonluğa aid olmayan bir insanam. Mən istəsəm də vorzakon ola bilmərəm. Mən sənə qoşulmuşam, bir qulaq as axıracan sözümü deyim, mənə nə bilim filan kəsi qoşum, nə nömrə verim. Yox, sən deyirsən ki, üzvə deyirəm də. Yəni demək istəyirəm ki, sən o sözü mənə üzvə demədin. Sən üzvü göstərtmədən deyirsən sözləri. Bir qulaq as axıracan nə demək istəyirəm sənə. Sən birincisi çıxıbsan efirdə. Mən burada quş şəkli görürəm. Ay Rəfail, mən burada bir dənə quş şəkli görürəm. Balaca bir quş şəkli görürəm. Nə quş şəkli qoymusan ora, qalxmısan yuxarı, quş deyirsən də özün üçün. Hələ ki qulaq asıram. O balaca quş nəyə qadirdir? O quşun tarixinə baxsan, sonra quşun quşdur da, əvvəl axır quşdur da, ay Rəfail. Nə quşdur? Quşun adı nədir bilirsən? Deyirəm, axır əvvəl nədirsə quşdur da, aslan deyil, pələng deyil, quşdur da, dədə. Qızıl quşdur da, balaca qızıl quşdur. Köynəkcə efirdə oturub, mən pəhlivanam da, mən bura zordur, mən Meksikadayım, bir dəqiqənə 42 dərəcə istilik var burada. Mənə belə xoşdur. Bu mənim canlı yayımımdır, bu canlı yayımın sahibi mənəm. 48 olsa tursiyi də əynindən çıxartmalısan? Yox, tursiyimi əynimdən çıxartmaram da, o mədəniyyətsizlikdir. Pəhlivan tursiksiz çıxış eləmir. Pəhlivan bədəni açıq olub da, amma tursiksiz pəhlivan görməmişəm mən. Bu efirdə oturursan, birincisi, danışıqlığa fikir ver. Valla mən danışıqlığa fikir verirəm, Allah haqqı. Valla deyirəm ki, mən danışıqlığa fikir verirəm. Qoy sözümü deyim, tutarım, sonra danış. Sənin o efirdə yeməyin elə yemək yeyirsən, hələ bil sənin mədun yox, anadan gəlmə sümüyün acdı sənin. Sən kafeyə, restorana, uşaqlardan gedəndə orada da elə yemək yeyirsən, heyvan kimi. Sən mən təhqir edirsən, ay Quş Rəfail. Təhqir eləmirəm. Sənin efirdə yemək... Rəfail, mənə təhqir edirsən sən. Heyvan deyirsən mənə. Valla mən heyvan şəkli qoymamışam, ora quş şəkli qoyan sənsən. Yaxşı, çobud yemək. Qoy sözümü deyim də, niyə bəzi adamlar kimi sözümü qoymursun danışmağa? Bir tanış adamlardan kafeyə, restorana gedib, məclisdə oturanda, belə o sümüyü ac adamlar kimi elə yeməyi orada da elə. Sənə bir deyən olmayıb ki, heç vaxtı ki, yeməyi biraz mədəni ye. Bir marçıllatma bunu efirdə, bütün dünya baxır, deyir, bu nədir, sən gücün ola bilər, sənin ağlın yoxdur. Canlıda 942 nəfər var, bir dənə sənsən, o sözü mənə deyən Rəfail. Niyə mənlə zəhlən gedir? Sən mənə hələ açıqlamasını vermədin ki, mən niyə başdan xarab deyirsən? Sənə mən həmişə efirə baxıram, orada yazılanları da görürəm, sən güya bir dənə mədəniyyətsiz mən oldum sənə. Sənə elə sözlər yazırlar, qoşulanda elə sözlər deyirlər. Allaha and olsun, yəni 1000 nəfərdən 200 nəfər girir, sənin kimi ağzına gələni qatxılayır, gedir, blok edirəm, gedir. İndi sənə tərif olan, indi sən görəcəksən sərf eləmir, özvə tərəf olanın birini qoşatsan efirə, 200 başlayacaqsınız məndən. Rəfail, sənə bir söz deyim, sən mərd adamsan, yoxsa namərd adamsan? Namərd sözünün mənası nədir, mərdin mənası nədir, deyə bilərsən? Mən niyə bilmirəm ki, mərd o adama deyirlər ki, mərdlik eləyir, sözünün üstündə duran oğlandır, sinəsini verir qabağa, dediyini eləyən adamdır. Namərd də ona deyirlər ki, tülkü kimi girir, ona buna söz atır. Başa düşdü, namərd hərəkətlər eləyir, onun dalıcan danışır, bunun dalıcan, üzünü göstərməkdən qorxur. Məsəl üçün, gedir onunla buna söz çatdırır, deyir ki, mənim adımı demə, mən demişəm sənə, bu namərdlikdir. İndi mən də sənə ona görə deyirəm ki, sən namərdsən, yoxsa mərdsən?
Namərddən, mərdin indi mən başqa cür yol, Yox, sən cür mənə səni başqa cür demə də, mən sənə sual verirəm. Sən mənə qısa deyəcəksən, mərdsən yoxsa namərdsən? Məni tanıyanlar bilir mən kiməm, nəçiyəm. Valla mən səni tanımıram da, gözünü göstər kinən də. Qoy sözümü deyim tutarım da. Namərdin yekəsinin ən böyüyü sənsən. Xarici ölkələrə gedəndə atmaca Azərbaycana elə nə layiq sözlər işlədirsən, atmaca. Bu namərdlidir. Bir tikə çörəyə, 2 kusok ətə sən vətəni satan elə bir adamsan sən. Bu Mən yetim vətəni satıb nağarmışam ki. sənsən. Yox, vətəni satıb neynəmişəm ki mən? Vətəni satıb heç bir şey eləyə bilməyibsən. Nə bir Yox, yerə nə səni satmışam da, çağırmayıblar. sən qulaq as da bir dəqiqə, vətən xaini... Deyirəm, mən məktəb direktoru olam Azərbaycanda. Desələr ki, sən gəlirsən ora pəhlivan kimi, sən o məktəbin teritoriyasına buraxmaram. Çünki sən bambulunun yekəsisən. Qulaq as, deyirsən ki, sən vətən xainisən. Vətən xaini olub neynəmişəm ki mən? Vətəni kimə satmışam vətənimi? Vətən xaini demirəm, deyirəm ki, sən... Deyirsən ki, indi deyirsən ki, sən vətən xainisən, Azərbaycanı satmısan, nağarmışam satqınlıq eləyib. Satıb satmamaqdan, mərdlikdən, namərdlikdən danışsan, deyirəm namərdin yekəsi, deyirəm namərdin yekəsi sənsən. Səbəbin də dedim nəyə görə? Səbəbin də dedim nəyə görə? Pendejo. Sí, pendejo, puto, sí. Es puto. Rafael pendejo. Sí, amigo. Pendejo. Sí, pendejo. Göster, ona buna göster. Gracias, amigo. Ona buna göster. Provenço. Ha. Sonra onlara şey də göstər. Azərbaycanda o küçə süpürənlər var. Denən ki, neft qaz olan ölkədir, hamı şey küçə süpürür. Onları da göstər onları. Onlar nə göstərən? Mənə çipsi gətirir verir ki, yiyinəm. Mən də çipsi yeyirəm. Onun nəyinə lazım Azərbaycanda kim küçə süpürür, kim nə süpürür? O Azərbaycan ölkəsini haqqında məlumatları ondan yoxdur. Onlar bir dənə Azərbaycan deyəndə Çingiz Pəhlivan tanıyırlar. Gəl, sən belə güclüsənsə, gəl bizim kəndə... Mən güclü deyiləm, yox, qələt edirəm. Deyirəm də, bir dəqiqə qulaq as da. Yox, güclü deyiləm də, qardaşım, mənə nə boynuma qoyursan. Mən demişəm, mən güclüyəm, mən güclü zat deyiləm. Özümə görə gücüm var. Sənə çotan qoşsam, bir sotka torpağı 1 saata şumlaya bilərsən? Qardaşım, mən deyirəm ki, mən gücüm yoxdur da, eləyə bilmirəm mən. Sən mənim boynuma nə çotan qoşursan ki? Get, Allah haqqı sənin başında çatışmır. İndi bax, mədəni yeməkdən danışdım, başlayırsan mədəni yemək. Yox, indi sən mənə çotan qoşursan, mən çotana razılaşmıram, deyirsən ki, sənin başın çatmır. Belə şey olur. Mən sənə həmişə efirində yazıram ki, salam aleykum başdan xarab. Sən mənə təqdir edirsən də hər dəfə. Sən mənə artıq o təqdir saydı, girirsən canlıma hər dəfə. Mən ona görə maraqlı oldu ki, sən kimsən? Qaldırım yuxarı. Bəli, bu... Kim kişiyiz? Bir qulaq as görüm. Mən sənlə danışıram. Burada nə bilim, lişin adam qoşub orada. Böyük danışma. Mən böyük danışmıram. Mən sənin kimi canlıya qoşulmaq istəyən o qədər insanlar var ki, canlıya sahib mənimdir. Davay məni çıxart. Kimlə danışsan danış. Mənə nə söz var idi dedim sənə. Salam, ay Ruslan. Peysərin biridir. Tanıyıram mən bunu. Tanıyırsan bu rəfali Ruslan? Tanıyıram, Allaha şahidim olsun, bu Peysər 72-nin biridir. Sikim bunun qari yoxum mən. Qəlblədir bu. Birinci bu efir aparanın var yoxun. Sonra öz nəslini yoxlar. Niyə Azərbaycanın fəxrini niyə pisləyirsən? Nə qəlbə, sənin əlin gəlmir. Niyə paxıllanırsan? Nə qandu? Sən millətinin fəxridir da, sən bayrağını qaldırır. Sən millətini təmsil edir. Mən deyir ki, deyirsən, çotan qoşsan, deyir, 1 kilometr çotanlayarsan. Dur istəyirəm. Gedib bəboşlara, gedib petuflara, gedib qəypələrə nə sözün demirsən? Qan don gəlibsən, milləti təmsil edirlərinə sözün deyirsən. Pisliyin ellir adam bayrağımızı, millətimizi ucaldıyır. Belə bir qəhbələri 72 aya tanıyıram, bunu soxam, bunu yap etirəm mən. Öpürəm, Çingiz, gözlərindən. Sağ ol Ruslan, sağ ol, sağ ol. Sən bizim həqqi fəxrimizsən, Allah'ın dostsun.
Vallahi Ruslan Allah heç sən kimdən sən- işim yoxdur. Bax sual Allah verir. gəlsin. Görsən deyirəm ki, qardaş, mənim gücüm yoxdur. Deyir sərgər kotan qoşum yer kotanına. Deyirəm ki, deyirsən dəlisən deyir. Salam Atam aleyküm. şəklini də qoy. Salam Mən deyirəm ki, dindir. bu qəhbərdir. Mən ona görə sağ deyirəm ki, bax Nətərsən görürsən. qardaş? Sağ ol Telefon qardaş. gəlmir. Bilmirəm canlıda sən bu Rəfail mənə deyir ki, təhqir edir mən, var yoxumu söyür. Amma mən hələ ona söymürəm. Qardaşım özlər bilər. Şeşinə soxum mən. Dava gecəniz xeyrə qalsın o programımızı. Sağ ol Ruslan, sağ ol. Elə qarşı. Sağ ol qardaşım. Çingiz. Eşidirəm bu. Yalansa sənin ağzını sikim, əgər sənin var yoxu sökmüş söymüşəmsə mən, oğraş. Sən Ay, var indi yoxu söymədin söydüm sən. mən, gicdillah. Demədim, Sən var bu yoxu çıxsa- söydüm mən, oğraş. Rafael, ay Rafael. Sənin var yoxu söydüm mən, oğraş. Sən özünə dedim başdan xarab. Oğlana Yox, deyirsən ki, bayaqlarımı- mənim var yoxumu söydüm. Sənin var Söydüm də yoxumu indi. söydüm mən, alçaq, bir şərəf. Rafael 1300 sübut nəfər edin sənin var söydürdü. yoxunu qayırsın, oğraş. Sən Ay, var Rafael. yoxumu söydüm mən, gicdillah. Deyirsən mənim var Söydün yoxumu də. söydüm. Yalançının ağzın və Azərbaycan laf da. çıxışın, əgər sənin var yoxunla mənim işim oldusa. Demədin ki, bu bayaqların Babayevə demədin ki, get o canlının sahibinin var yoxunu belə-belə elə, bir də öz var yoxu. Demədin o sözü sən. O mənə dedi o dedi bu 72-dir, bunun var yoxu şikayət səndə məndə. Sən də dodaq altı güldün. Dedim sənin də var Bilirəm də, yoxu sən sikim, söylə, mən qoşanın da. söyləyirəm. Sən mənə nə görə Ay, söydün, oğraş. söymədin məni. A oğraş, a binamız naçiş oğraş. Neynəmişəm bu oğraş? Sən çünki naçişsən, Pendejo. özün öz adamlarını boş ver. Pendejo. Ha, get siktir aynen, get siktir bile petu. Hello world. Ay böyle. Akşamınız xeyir. Salam Şahin, Allah salam. Taala ağıldan başqa hər şey verib Abi sənə. nətərsən abi? Sağ ol. Yaxşıyam, yaxşı ol. Tək yaxşı olasan. Gəncədən Pendejo. sağ salamlar. Tutto. Amerika multfilmi var, Amerika multfilmi kanalizasiyada mışlar. Toçun onu oxşayırsan Çingiz. Laputa madre. Amerika multfilmi var bir dənə. Amerika multfilmi. Eşidirsən? Krisalar, kanalizasiyada yaşayan krisalar haqqında multfilm çəkilib. Toçun onlara oxşayırsan ha. Toçun, Adin, Vadin. Abi. Deyəsən bütün günü multfilmə baxırsan. Abi, Mənə o multfilmə baxanda səni Hə, yadıma Şahin. salıram. canlı Vallahi yersiz gedişinlə sənsən. məşğul. 2 dəqiqə bir dənə imkan ver o Rafailə bir dənə sual verim. Ay Rafail, eşitsən məni? De sözü bu. Mən sözümü sıra ona deyəcəm, sən də məcbur olub o sözümü eşidəksən. Prosta hazır olma. Hə, davay bas bas. Hə, qaçma. Qaqa, Hə, söysün də mən burada Yox, Luboy adam bilsən girib nə, mənim mən- var yoxumu söyə bilər. Luboy adamın var yoxunu söyə bilər. Üzün göstərməyib söyməyə nə var ki? Üzünü göstərmən yox, Pendejo qardaş. Yəni da. elə pis çıxmasın. Birinci, yəni yaxşı özünü bilən insan heç vaxt yəni predeldən qırağa çıxmamalıdır. Yəni yaraşmaz da, düzgün deyil. Bu platformada yəni şirə pələncə dönmək lazım deyil da. Hə? Yəni belə qoçaqlığın var, gücün var, qavaq-qavağa canlı dur, hə, söz deyə bilirsənsə de. Belə söyüb qaşvala gördün qaçdı. 2 kəlmə söz deyəcəkdim. Qardaş, mənim sədrim Nurəddin Beyləqanlıdır. Mən o kişiyə söz vermişəm ki, day efirdə söyüş söyməyəcəm. Mənə dedi, qardaş, sənə söyürlər, fikir verməyəcəm. Mən də dedim, yaxşı müəllim. Sən nə deyirsən, baş üstə. Söyür cəhənnəmə söysün. O mənim var Allah yoxum söylür. canını O sərə. məntiqlə düşünəndə Ümumiyyətcə, yəni- söyür də. Mən bu zaman mən nağarmışam. Sən heç nə, sən yəni bilsən nətər, sən Azərbaycanı hər yerdə tanıtdırırsan. Niyə? Çünki sən sual verəndə Meksikadan, Amerikadan, Latviyadan misal üçün hardansa sual verəndə deyirlər haralısan? Deyirsən Azərbaycan. Düzdürmü? Sən bizim Azərbaycanımızı tanıtdırırsan ki, yəni sən Azərbaycanlı millətisən. Azərbaycan Əlbəttə ki. vətəndaşısan və gəlib çıxıbsan zirvələrə. Yəni elə də o qədər bizim belə pismasın xanımlarımız, qardaşlarımız, dostlarımız, bacılarımız, yəni bizim adımızı yəni orada yüksəyə qaldırır Azərbaycanı. Set getdi deyə. Nağarmışam. Sualıma cavab verə bilmədi. Söydü Yox, məni. o bəlkə də deyəsən o indi bəlkə səs effekti dəyişib, dəyişməyibdi. Belə yəni qoca səsi çıxardır. Yəni yəqin ki tutdun sən. Hədə axmaqdır da. Bir insan əgər cavanlıqda uşaq vaxtından axmaq olubsa, qocalanda da olur qoca axmaq da.
Qurban O olsun heç zaman rəhmin beyləqamlının dırnağına. Sadəcə bilsən nətər? Yəni bu insan yirifdir burada danışır, yeməkdir, belə pis masın, yeməkdir də reklam indi baxıram o gün o chipsləri zadı göstərirdi. Yəni Meksikan chipsini göstərirdi, nətər idi. Burada nə var ki, yeməkdir də göstərsən. Belə duxun çatır, get baboşa, maboşa, başqalarına nəsə irad tutdan, ha? Qaqa, valla mən ümumiyyətlə burada isti ölkədir. İndi bilmirəm, bilənlər bilir, bilməm. Bura isti ölkədir. Bir dəqiqə oturmuşam burada. Burada o qədər isti var ki, kofta giyinəndə adamın bədəni pişir istidən, başa düşdün. Neysə belə qaqaş 40 dərəcə istidə oturmaq olur koftada. İkincisi, burada cəmaət mənə bir söz demir. Burada qızlar var, gəlinlər var. Bu normaldır. Bu ölkədə bu normal qarşılanır. O ölkədə Başa bəli, düşdün, normal bu bir. baxılır. İkincisi, mən pəhlivanam, idmançı adamam. Mənim canlıma gələnlər bu idmana maraq olanlar, pəhlivanlığın xətrini istəyənlər, bir də istəməyənlərdir. İstəmirsənsə, qardaş, çıx da canlıdan da. Mən nağaram ki, söyüş söymürəm, bir şey eləmirəm. Demişəm, daha kişiyə söz vermişəm ki, Nurəddinə söyüş söyməyəcəm. Ona görə mənim maraq var. İndi bu oğlan gəlir iş yoldaşımdır. Bir dənə bunun vidinə fasonuna var. Amigo, is my followers. Hello. Görsən qaqa, bu belədir. Burnunda sırğa, bu normaldır da burada. Başa düşürsən, heç kimə nəsə şey eləyə bilməz. Bildiyim gözəl qardaş orada, yəni Burası o savadsız adamlardır. Onlar da ki, başım buraxmışam, qaqa, getsinlər işlərlə məşğul olsunlar. İndi düzgün hərəkətli olur da, durub orada danışsan, üstə qoysan denə. Vüsal, sağ ol, ay Vüsal. Как дела, брат? Спасибо, нормально. Urotlar çoxdur da, urotlar çoxdur abi. Paskudalar Ваня çox. Иванов, Рафаэль где? Рафаэль смотрит, как птица там. Червяк он. Мышь ему Rafael Paşov к черту. На Ya все 4 oturup orada, стороны. oturup orada Rafael mышь Paşov ему на bak. 4 стороны. Ya da 3 bukvы. Aha. Ne bileyim, ay Şahin. Görsən də necə insanlar var. Yox, görürəm. Mən yəni baxıram, indi izləyirəm də, indi bu TikTok-da baxıram da. Yəni belə pis çıxmasın. Sinəsini, başını çıxardan bəziləri çöldə qalır. Nə bilim, yəni What's it? Ah, is today? No. Right. You with me? No. You? Me too, uno. Publicity. Where publicity? Yo, me too, uno. Yo? Si? Si? Martin'deki Martin. Uğurlar qardaş, çox sağ ol. Günlərim saat neçədə getməliyəm işə? Saat 4-də gedəcəm. 6 Allah bazar köməyin gündən, olsun, Allah yardımcısı 6 bazar gündən heç xoşum gəlmir də. orada başqa cürədir, amma 6 bazar. O 2 dənə çıxışım var ya qaqa, ona görə zəhləm gedir. Ağırdır. Allah köməyin olsun. 6 bazar günləri 2 çıxışımız olur. Elə bir çıxış 2 saat 20 dəqiqədir. 4 saat 40 dəqiqə. Düzdür 4 saat 40 dəqiqə mən orada şey eləmirəm. Mənim işim 12 dəqiqədir. Prosta oturub gözləmək var da. Çıxış elirsən, gəlib otursan bura təkcənə oturam orada. İnternet də yox. Oturam belənçinə 4 saat otur gözlə də. Sirk qutarsın, təzən gələm evə. Orada gözlə ki, gözləyəsən də. O Ay, arxandakı Allah da Allah. maşallah ağzı üzü elə bir bujiteriyadır. Qaqa, o burada elədir də. Burada məsəl üçün tatuировka moddur. Hamı vurur, ucuzdur deyənə hamı şaqqaşaraq vurur. Dillərinə sirğa vururlar, gözlərinə sirğa vururlar, qulaqlarına vururlar, burunlarına vururlar. Hər yerlərinə vururlar bura sirğa. Dəyişətdir. Deyirəm mən yaxşı ki mən sırğa mırğa vurmamışam. Bura gör məni nağararlar bura. Edam edərlər məni. Onu vursan qaqa, sənin şəklini, videonu bütün o səhifələrdə özünə titul yığanlar hamı hərə bir götürüb paylaşacaqdı.
Hələ də bir şey yazacaqdı. Bura iki sirkdə işləyirəm. 2 dənə qızı Bir dənə fırlatmışam. hələ sözünü Hamı balla hələ kəsirəm. alır telefonu başlayır ona aid video çəkib mənə şeylər. Sözünü balla kəsirəm. Hələ indi belə pis çıxmasın. Əlində köynəyin yoxdur, yəni o gözə girir, o söhbətə düşübdür. Yəni söz eləyirlər. Gör indi sən bir dənə sırğa ya bir dənə tana eləsən nə olar? Gördün indi gör fikir ver. Saçımız adımı uzatsam brat. Nə bilim. Demə. Bu boyda pəhlivanlıq eləmişəm, heç kim paylaşmayıb. İnansan hamı səhifəsində 90% TikToker mənim səhifəsində paylaşar. Abinəm 1 milyona çatar onda. Özlərinə premium yığmaq Mən üçün. həqiqi deyirəm, mənim abinəm, mən sırğa taxıb canlı atsam, saçımı uzadıb sırğa taxıb canlı atsam, Allaha and olsun deyirəm ki, 1 milyon abinə yığaram mən. Sən bilirsən də bizim ölkədə elə potensiallı adamlara daha çox abinə olurlar, чем normal insanlara. Hə. Koşka. Həm də bizdə bəziləri, yəni o paxıl olanlar gözləri götürmür də. İndi yenə deyirəm, bəlkə sən cic danışır, yəni yaraşmaz. Yenə qıraq bir millət olsaydı, dərd yarıd da deyərsən paxıllıq çəkir. Sən də Azərbaycanlısan, bu insan da Azərbaycanlı. Hələ plus sən Azərbaycandasan, bu isə öz ölkəsini. Azərbaycanlı deyil axı o. Mən məsəl üçün Azərbaycan tarixindən sual verir. Birinci tarixə keçmək istədi. Tarixin adını çəkdi. Sonra deyir ki, deyirəm ki, Azərbaycanın tarixini bilirsən. Azərbaycanın neçənci ildə yaranmağını bilməyən adam mənə gəlir burada Azərbaycanın mentalitetindən mənə fikir bildirir ki, görək. Bu da elə əsəbləşdirir. Ditdili tişliyib bura. Buna bax. Sən də sağ ol Camal, Novelli ki, qardaşım. Burada qaqa bir dənə ağca qənətlər var. And ola Allaha deyirəm ki, mən elə ağca qənət görməmişəm. Ağca qənət dişləyəndən sonra bir də görsən qızdırman qalxır. Onda zəhəri var da, qardaş. Əl şişir nə boydan ha. Keçən dəfə buramı dişləmişdi. İzi hələ də qalıb. Buna bax, bilmirəm görünür ya yox. Bax burada iz qalıb. Əl şişdi, halım pisləşdi. 2 gün elə bilginən ki, qrip idim, amma burnum zadım axmırdı. Öskürməm zadım yox idi, qızdırmam yox idi, amma o qrip olanda adam nətərba belə halsız olur, yeriyə bilmirsən, o belə addım ata bilmirsən. O vəziyyətdə idim mən 2 gün. Zəhərlidir ha abi. Özdə bizim ditdilləri belə elirsən uçur, buradakılar uçmur, ölənə qədər içir, başa düşdün? O elə bir məqsəd qoyur ki, mən o qanı öləcəm, amma qanı içəcəm. Zəli kimi yapışır, buraxmır ha. Özü biraz iridir, qapqara olur, qapqara ağca qənətdir, vurursan fırç eləyir, qan fıskırdır. Amma o, məsələn, elə olur, qonur, vururam, öldürür. O qan kimsənsə qanıdır. Gedir, içir, məsəl üçün, başqa adamın qanın. Gətirir, səni də dişləyir, onda xəstəlik varsa, sənə mikrob salır. Da nədir onlar? Daşıyıcı kimi lan ha, virus daşıyıcı kimi. Çox axmaqdır. Burada bu şeyə zada gələnlər, bura o çerez Kolumbiyadan gələnlər də, onlar vaksin vurdururlar. Meşəlikdə zətdə daha çox olur. O ağaclar zətlər olan yerdə daha çox olur. Nəmişlik olan yerdə, bataqlıqlarda çox olur. Epidemiyaya qarşıdan ha, epidemiyaya qarşıdan. Ona görə vaksin vurdururlar onlar. Mən amma vaksin vurdurmamışam. Mən o yolla gəlməmişəm, yəni normal yolla. Amma burada cəmaət hamısı vaksin vurdurur. Gedim görəm mən də vaksin vurdurum, qaqa. Tam vurdur da, çünki sən niyə, sən onlar vurdurubdur deyə onlara təsir eləmir. Sən ucu dişləyirsə, otona bax, çiyini görsənir, kamerada başlayır, nə boyutdadır. Çiynində görsənir, sol tərəfində, nətər qızarıbdır. Buna bax. Yəni, sən onu vurdursan yaxşıdır da, sən ucu bilirsən ki, sən oradasan da, yəni 5 mat, 3 mat çörək pulunu qazanırsan. Yəni sən orada məcbursan onu vurdurasan. Malyariya xəstəliyidir. Nə bilim ay qaqa, bilmirəm malyaritdir nədir. Nə bilim ay qaqa. Allah kömək olsun. Həyat qısa, dəyməz qıza. Bir dənə də görsən deyirlər ki, həyat qısa, dəyməz vəfasıza. Həyat qısa, dəyməz rəfalə. Oturub baxır, səni öyle oturub baxır Allaha haqqı. Quş şəklində qoyub ora, bura, Allaha haqqı. Onu deyirəm, yəni, ay Rəfay, sən yəqin ki, eşidirsən də, görsən mən bayaq dedim də, sən dedin ki, danış, mən dedim, mən sırana danışacağım. Yəni, eşitsən də məni, yəni, elə sözünü eşidir, burada eşidir, oturub orada quş kimi baxır. Elə sözünü demək istəyirdin Çingizə, şəklini qoyardın, deyərdin ki, bax, mən Rəfay, flankas oğlu, bu da mənim həqiqi şəklimdir.
Ay Rafael, mən sənə bu sözü deyirəm. Sən qorxundan sıçan deşiyi axtarıb, bir dənə tələsik bir dənə quş şəkili tapıb çıxıbsan efirə ki, mən qoy bir Rafaelə sözümü deyim. Heç olmasa quş nə də qoysan. O özün qızıl Gəlirsən burada da quş quş deyir də deyirsən. bura. Gəlirsən burada da Rafael quş elə belə deyirsən, quş deyil o. quş deyirsən. Rafael qızıl quşdur. Quşların qızılıdır da. Rafael elə bil uje qızıl quşdur. Qaqa, quş olmağına quşdur. Abi, quş olmağına quşdur. Prosto elə bir quşun qanadlarına sıçıblar da, ha. Nə bilim ya Allah. Çox kurçon adamdır Rafael. Evet. Buyur, Rafael gəldi təzədən. Rafael gəldi. Ay gör nə deyirəm. Yəni kimlənsə mənə səhv salmadan, ha. Qiymətinizi qırdınız, tutardınız. Biz qiyvat qırmırıq. Yəqin ki sən orada eşidirdin. Yoxsa sən qulağını batırmışdın. Mən bayaqdan sizə qulaq asıram. Ay sağ ol. Biz qiyvat Kənd yerində qırmırıq. qoca arvadlar Sən oradaydın deyə biz danışırdıq da. Sən orada olmasaydın bizə yaraşmazdı davranış. Yalan danışma. Sən dedin ki, qaçdı efirdən. Çingiz dedi ki, qaçmayıb. Qulaq asın. Ay sağ ol. Sindiz dedi qaçmayıbdı. Hamı da burada şahiddir. Mən də sözümü sadə edim də. Dedim eşitsənmi? Burada nə var ki? Mən də deyirəm ki, kənd yerində qoca arvadlar olur, qiymət qırırlar. 200 qiymətli qırdı O kənd yerində harda olursa qiymət qıran orada olur ki, həmən adam olmayan. Amma sən orada ola eşidirdin biz nə danışırıq. İndi sən məni səssizə niyə atıbsan? Söysən ona görə. Başdan xarab söyüş deməkdir. Yox, başdan xarabdan başqa da söydün axı bayaq. Başdan xarabdan başqa nə yazmışam ora? Mənə sübut eləyə bilərsən? Və yaxud tamaşaçılara sübut eləyə bilərsən? Salam yalancının baba burada 600-dür, 500 yazını mən deyirəm. Salam aleykum başdan xarabdan başqa. Nə söz yazmışam orada mən? Deyə bilərsən? Mən deyirəm, səssizə məni niyə atıbsan? Salam aleykum başdan xarabdan başqa nə yazmışam? Əgər söydümsə məni bloka... Söyüdün ona görə səsini bağladım, səssiz atdım. Söyüdün ona görə səssiz atdım. Yazılarda məni bloka atıbsan. Yazıları bilmirəm, mən söyürdün ona görə səni səssiz atdım. Siz güya mədəni danışırdınız indi bayaqdan. Mən bir dənə sizin efirdə mədəniyyətsizlik elədim. Mən söyməmişəm axı. Mənim ağzımdan söz çıxıb. Söz sənsən Rafael, mən deyiləm. Mən sənin də kimi söydüm ki, sənin nəsil nicabatında deyə bilərsən? Sən mən... Nə oldu buna? Məndə internet zəifdir, tutulur. Eşidirəm indi səni Çingiz. Deyirəm ki, mən sən söydüvə görə mən səni səssiz atdım. Mən söyüş söymədim. Sən qoşduğun adam nə layiq söyüşlər söydü, mən də cavabını verdim. Mən söylədim. Sən ona cavabını verəndə məni də söydün. Bəs o başlayanda niyə onu səssizə atmadın? O başladı axı söyüşü, məni söyməyə. Onu niyə mədəniyyətdən danışsansa, onu sıra zat edin səssizə deyirdin ki, bu efir söyüş efiridir. Çünki sən başlatdın onu. Sən başlatdın onu. Sən birinci ona Ya ki sən qıc elədin, o da söydü də, eləmi?
Ha, elədir bura. Mən nə sözüm var, Çingizə var. O da cavab verir. Xahiş edirəm mənim bununla aramızda olan söhbətə girməyəsən. Gör nə deyirəm Olar. Arafat. Mən tutaq ki, bax heç kim bu söhbətə girmir. Bax 260, 67, 69 nəfər var da canlıda da. Heç kim söhbətə girmir. Sən bir dənə şəklini qoy, denən bax mən səndən abijini düşmüşəm. Yaxud da nə ma pisliyimi eləyibsən ay Çingiz. Nə bilim toyuğumu oğrayıbsan, toyuğumun yumurtasını oğrayıbsan, toyuğuma qış eləyibsən. Üzünü görsək bir bilək görək səbəb nədir lan ha? Sən yəni giribsən burada yox yerdən kimisə hansısa bir insanı təhqir eləyirsən. İrad tutursan. Toyuq oğru. Ay kişi, toyuq oğurlarla yumurta, uşaq söhbət eləmə burada. Görsə- Sənin nəyvə Gör lazımdır? nə deyirəm sənə. Mən nə Acı sənə mənə deyirəm. sənə mən. deməyə, Cavabı qulaq as sənin hələ. mənə deməyə ehtiyacı. Mən sənə qulaq asmıram, mən Çingizin Amma efirinə qulaq qoşulmuşam. asarsan, Çingizə məcbur olub sözüm da var. qulaq asarsan, mən də öz sözümü sadə deyəcəm. Elə sözünü Ha, deyən bir biraz- insansan, özünü tanıyan bir insansan, bir şəklini qoy, bir şəklini qoy. Deyirən ay Çingiz. Biraz aşağı Uyan aşağı. mən də sən sözümü deyirəm mən. Başa düşdün sən? Biraz aşağı Salam. Lesnitsadan biraz aşağı Aleyküm düşsən canım, çox Mənə yuxarıda ehtiyac danışsan. yoxdur Lesnitsadan aşağı düşməyə. Mən nətər varam elə də danışıram. Nətərsən qaqa? Sağ ol, yaxşıyam Kənan, yaxşı olun. Nə varsın? Nətərdir vəziyyət? Şükür yavaş-yavaş. Sən həmişə izləyirik, sən zəngəvar, yaxşı oğlansan. Allah canını sağ eləsin. Sağ ol, çox sağ ol qardaş. Nə söhbətdir, nədir, nə olur? Nə problem var? Nə bilim, Rəfaildir də deyir ki, sən deyir başdan xarabsan, axmaqsan. Nə bilim, ağzına gələn nə gəlirsə deyir demə. Niyə deyirsən ki, nəyə görə deyirsən? Məndən başqa deyən o Bilmirəm. sözləri olub sənə. Niyə deməlidir ki, nə səhvin var ki? Niyə deməlidir ki? Səbəb nədir bilmirəm. Deyirəm nə səbəbə deyirsən? Sual verirəm demir. Rafal, Demirəm. Rafal nəyə görə deyirsən? Niyə, nə olub ki? Səbəb nədir ki, qaqa? Səbəbim mən bunun özünə demişəm də bu Çingizcan. Açıq burada da. Valla mən səbəbin demədin axı sən mənə Rəfail. Bir səbəb olma. Deyirsən ki, sən belivə kotan qoşun 1 kilometr yeri kotanlaya bilərsən. Deyirəm yox, deyirsən axmaqsan sən. Dəlisən sən. Burada açıq de bilək də, burada açıq danış bilək də, nədir səbəb? Mən səbəbin dediyim, təkrarən deyirəm. Sən efirə açırsan, efirə baxış sayda dastat olur. Kimsə bir nəlayiq bir balaca oyanbayınlıq eləndə nəlayiq söyüşlər söyürsən. Sənə kim də orada nə yazır, 100 qat cavabın verirsən. Efirdə elə nəlayiq belə xoşa gəlməz hərəkətlər eləyirsən. Nə bilimi, burada sırğa salırlar. Mən də sabah sırğa salsam 1 milyonu çıxacaq. İndi sənin deməyindən belə çıxır ki, kimin 1 milyon abinətçisi var, onlar sırğa salanlardır. Yoxsa o bayaq sənə Konkret söhbət nədir, onu deyin. Sənə bayaqları oğlan qoşulmuşdu. Dedi ki, belə qeyrətlisən, get Bayram Nurluya, nə bilim o bursu nədir, baboşa denə. Yaxşı tutalım 10 min eniyəsindən deyək, məndə o yoxdur. Onda olsun, getsin onları şey. Kənan sual verib, deyir, o suala bir cavab ver də. Deyir, sən mənə nə səbəbə görə girirsən, hər gün deyirsən ki, başdan xarab salam. Məni təhqir edirsən də sən. İndi məhkəmə, indi biz deyirəm də, indi biz məhkəmədə bu Kənanı sən advokat. Kənan Azərbaycanlıdır, qardaş. O da sənin kimi Azərbaycan Respublikasının vətəndaşıdır. O da məni izləyir, ona maraqlıdır. Tək Kənana yox, burada başqa adamlar var. Nəyə görə məni təhqir eləməlisən sən? Mən sənə bir pislik eləməmişəm sən. Sənə mənim şəxsi bir intriqam yoxsa, sən məni nəyə görə təhqir edirsən? Olmaz ki, girib yazasan Salam Azərbaycan pəhlivanı, Azərbaycan idmançısı. Sən mənə belə çıxır ki, sən mənə sözdən çatdırırsan. Mən nə danışıramsa, onun bu söhbətə sənə aidiyyatı yoxdur, Rəfail. Heç bir səhvi yoxdur. Gedir tayda öz işini göstərir, harcı ölkədə, hər bir şey, onun nəsə bir iş göstərdə, qızımızı fəxr edir, fəxrimizdir də, nəsə bir səhvi varsa denən də bu hamımızın, denən burada açıqlanış bilək. Azərbaycanı təmsil eləyir də. Ay sağ ol.
Harda təmsil edir? Siz nə danışırsınız bilirsiniz? Meksikada harda eləyəcək? Ay şu Meksika Ha, burada Meksikada verir. sirkdə Azərbaycan birinci, da verir. sirkdə, Ha. ha, yaxşı indi deyirəm də, sirkdə birinci, ikinci, üçüncü yerdə medal verilir, bayraq qarxılır, himimiz Heç medal çalınır. Gələn medal Siz alasan. nə danışırsınız? Azərbaycan adından pəhlivan sənətini yaşatmaq pəhlivanlıq eləyir orada. Soruşanda deyirlər hara alırsan? Deyir Azərbaycanı. Sənin bir fəaliyyətin var, sən bir Azərbaycanı tanıtdıra bilirsən nəyinisə? Ha? Azərbaycan Ha, sən Allah. Azərbaycanı tanıtdırıb Rafael Ağayev. Bu da dəqiqə Arafa, qarın dəndir. Da bir kəlmə deyən, hə? Qarın dəndir bilək. Konkret Sənə nə deyim axı mən? Mənə demə də bir söhbət elə də. Sən canlı yəsinə denəndə Çingizə denən ki, Çingizə dərdin budur. Dərdini deyir. Dərdin nədir sənin? Mənim heç bir dərdim yoxdur. Dərdsər bu efir aparandadır. Bu siz başqa verdiniz. Dərslər elədirsə yaxşı ki, adama sual verir. Quran haqqında nə Kənanı tanıyıram, nə Şahini. Əgər Kənanla Şahini tanıyıramsa, Allah təala mənə bu gündən sabah saxlasın. Məşhur adam. İki oğlumun canından olsun, nə Kənanı, nə Şahini tanımıram. Düz deyir. Birinci səfərdə qoşulublar bu ikisi də. Quran haqqı mən o kişilərin heç biri ilə mənim tanışdığım yoxdur. Heç səni də tanımıram mən Rəfai. Sən kimsənsə mən birinci səfərdə qoşulmuşam sənə. Ay gücün var, fərasətin var. Qurana hər bir şeylə, liboy bir şeylə, hər bir şeylə. Kimə sən niyə yoxsan yaxsan? Nədir dərdin? Konkret nədir söhbət? Qurana and içməyin. Sənin Qurana and içməyinə ehtiyac yoxdur. Mən nə soruşmadım ki, səndən bunlar sənin dost. Nə soruşmadım, bunlar sənin dostundur. İkinci səfərdə. Yox, deyirsən ki, qoşulmuşsunuz, onun tərəfini saxlayırsınız. Mən sakit durmuşam. Sən düzsənsə qoy sənin tərəfini saxlasınlar. Elin gözü tərazidir də. Aha. Aval nədir söhbət? De biləkdən, biz də bilək. Sən Bəlkə biz baxırdın efirə. bilmədiyimiz şey varsa, ay Rəfai, gör nə deyirəm, biz bilmədiyimiz şey varsa de də. Ay sağ ol, Şahin düz deyir. Bir məxrəcə gəl görək nədir. Bilmədiyimiz şey varsa, bax 617 dənə tamaşaçı var, 4 nəfər də canlıya qoşulub, canlı yiyəsi də buradadır. Deyən görək, biz də bilək də burada, bəlkə biz səhv olacaq deyəcək, ya biz səhv elədik. Yox, Rüstəm gəlmirsən. Biz deyəndə sən kimi nəzərdə tutursan ki? Yəni deyirsən hamı mənim üstümə düşübdür. Kənanı deyirəm, özümü deyirəm, Çingizi deyirəm, canlıda yazanları deyirəm. Mən əvvəldən demişəm, indi də deyirəm. Mənim nə sözüm var, bu Çingizə sözüm var. Sizə nə deyiləsi sözüm yoxdur. Çingiz nə deyirsən? Bax, ayaqları Çingiz. Biri qoşuldu, ağzını açan kimi çıxartdın efirdən, dedin ki, söyüş. Nə o söymədi, nə bir şey. Sən gördün ki, o sənin adamın dövür. Kimi çıxartmışam mən. Söyüş niyə söyməlisən ki? Birinci səfər mən sənə qoşulanda, bir qulaq as axıraca sözümü deyim, sonra danış. Kim söyləyir? O qızla qoşulanı deyirsən, o qadınla spor edirsən, görə çıxartdım. Onun sənə nə dəxli? Bir qulaq as da, bilmirəm, Əli idi, Həsən idi, Vəli idi, bilmirəm, dəxli yoxdur. Prosto nədənsə sizə sərf eləyən adamları efirdə saxlayırsınız, özünüzə poddeşkə vermək üçün. Amma Çingiz məni qoşdu. Amma Allah'ın da olsun, mən Çingizi izləyirəm, Çingiz məni tanımır. Bax, görsən yenə deyir, bax söz dedi. Mən qarnını dərdini deyir. Mən demirəm. Yox, qarnını dərdini Mən demirəm ki, acı dərdim nə dərdim, dərd dördü, mənim nə sözüm vardı, bunun üzünə deyir. Söhbət elə də, söhbətini deyir. Mənim sənə veriləsi, böyük problem, orta problem hamısını deyir. mənim nə problemim var, mən özüm rişət eləyirəm. De söhbət eləyir. Sənə nə deyim axı, deyirəm, mənim nə problemim var, özüm əldə eləyirəm. 5 nəfər, 100 nəfər adam var, 1000 nəfər adam var. Neynirəm axı 1000 nəfərə sözümü deyəm, mənim Çingizə sözüm var, sözümü dedim. Yaşını da desə, biz bilərik ki, bunun neçə yaşı var, yaşını da demir, gizlədir.
Ay yaşımı nə edirsən? Ərə gələtsən mənə. Mənim yanımda Ya gələtsən görsən, yaşa. görsən mən Yaşımı nə səndən normal edirsən? sual verirəm, sən mən yenə də təhqir Ay edirəm. yaşımı səndən mən yaş soruşuram. Bunlardan soruşuram harda yaşayırsan, yaşı nə edirsən mənim yaşım neçədir? Sənə dəxli nədir? axı? Söhbəti fırlayır bu. Qaqa, söhbət fırlamırsan. Söhbət nədən başladı? Ay kişi, ay qardaş, polisə düşəndə sənədin üstündə olmayanda yaşı, ay, tarixi hamısını soruşurlar. Nə edirsən axı mənim neçə yaşım var? Əmoğlu, qaqa. Əmoğlu, uzatma söhbəti. Söhbət nədən başladı sizlərdən? Yəni demisən ki, mən Söhbət canlı sən yazı üçün. sözüm Çingizədir. Demisən Çingizədir Söhbət sözü. sən üçün, söhbət siz üçün heç yandan başlamayıb, heç yandan da qurtarmır. Mənim nə sözüm var idi, Çingizə dedim. Prosta düz ikinci dedin, səfər hə. qoşulmağım, İstəyən izləyicilərimdir. ikinci səfər qoşulmağımın səbəbi o oldu ki, dediniz ki, qaçdı efirdən, mən qaçmamışdım. Mən xətrim istəyir qardaşlarımdır mənim. Giriblər bura qardaş, maraqlıdır. Yerli axşamı xeyir. Bilmək istəyirlər də nəyə görə sən o sözü demirsən. maraqlı olmasın. Bəlkə mən səhvəm, mən üzr istəyəcəm səndən, Rəfai. Sənin üzr istəməyə ehtiyacın yoxdur. Sən çox kobud adam, qanacaqsız, tərbiyəsiz, mədəniyyətsiz. Sən də səni toya, məclisə, ad gününə aparmalı adam deyirsən. Bax bu sözün O da sənin fikrin deyil, yəqin ki. Onu ancaq elə Mənim sən fikrim. fikrin bilərsən, sən fikrin elə. Bu təhqir, bu təhqir. Nəyə görə deyirsən ki belə? Nəyəsə görə dedim, bu mənim öz şəxsi fikrimdir, dedim. Niyə? Sən sözü. şəxsi fikrindir, Səbəb sən nədir? aparmazsan da, sən Səbəbini aparmazsan. açıqla da dostum. Onun bir səbəbini açıqla da bu kişiyə dedim. Səbəbini açıqla biz də bilək. Görə nə deyirsən? Siz xordan niyə danışırsınız? Hamınız bir xordan Onunla danışırsınız. danışmıram. Mən sən orada belə deyirsən. Bir dəqiqə, Qorapal tək danışsın, görə nə yaxşı, deyir. de. Bir dəqiqə. Mən tək danışıram. Siz üçüz Tamam, də səni dinləyirəm. siz üçüz də adına verəminlə danışırsınız. Onu deyirəm mən. Sən Danışmırıq. Biz sən açıqla da bir səbəbini İndi açıqla. razını vremya danışarıq, biz narahat olmasan. Sən açıqla bir səbəbi o da Səbəbin, görəsən. səbəbin bilmək istəyirsinizsə, əgər panyatkoz varsa, məclis adamısınızsa, sizi hardasa hörmət edirlərsə, bunun köhnə efirlərinə baxın, öz TikTokunda dəngüş, düşük, yersiz videoların, danışığını, bunda da yoxsa kimsə kəsib, paylaşıb. Baxın, sonra mənə deyərsiniz ki, sənin haqqın var bu sözü deməyə buna, yoxsa yox. Yerli paxıllığın gəlib deyirsən, yoxsa bu içindən gəlib deyirsən? Mənim nə paxıllığım, pəhlivan deyirəm, mən karateist deyirəm, idmançı deyirəm. niyə Mən deyirsən? bunu çıxışdım. Deyirəm də sizə də siz başa düşmürsünüz. Qardaş, Allah bir qulaq as. yox, sən o kişiyə Allah şuaban deməkdənsə sən gəlib belə deyirsən. Niyə? Mən tutarım buna Allahdan dedim, Allah irəli işi gəlir yalan qardaşı. eləsin. Mən Rafael. dedim Allah Taala da eşidəcək, bunun işini aman Qulaq as bir eləyəcək. dəqiqə ama, ay Rafael. O keçmişdə nə eləyib də, olan olub, keçən keçib, düzdürmü? Yəni səhvsiz bir insan yoxdur. Keçmişiz. Qulaq asma. Sən Bir dəqiqə dayanda bayaqdan danışsan, deyirsən ki, danışdı. İndi mən danışım, sən mənə qulaq as. Yəni səhvsiz bir insan deyirsən yoxdur. keçmiş, sən üçün keçmiş neçə il bundan qabaq. Hər neçə il olub Qardaş, ki, indi isə gör nə deyirəm. Fəxr eləyib zirvələrə qalxıbdı bu insan. Azərbaycanı təmsil eləyir. Plus da belə pis çıxmasın. Evini, eşiyini tulluyubdu. Gedib 5 manat, 3 manat çörəyin pulunu da. Bəli, qardaş. Çörəyin pulunu da alınla. Bəli. Aha. Burada nə var ki? Bir dəqiqə dayan görün. Bu əgər yəni efirdə olmasaydı, tanınmış olmasaydı, yəqin ki bu canlıda 750 nəfər mənlə razı olar. Heç kim bunun haqqında heç nə danışmazdı pis. Bu tanınmış Qardaşım, olmasaydı. eşidirsən Bu mən, tanınmış hamısı- oldu. Şahin, Ara bir tərəfdən bir söz deyir. Ay Şahin. Sən Ha, qardaşım. sən qardaş Bizə belə dəqiqə dayan onda sən də məndən belə çıxır ki, Qulaq as bir dənə mən sözüm kəsmə. Rafael kişiyə bir dənə sözüm odur ki, ümumiyyətlə bizim insanlar bəzi demirəm, Allah dövlət başını qorusun, millətimizi qorusun. Amma biz bədbax insanlarıq ki, bir-birimizə balta vururuq. Eşitsənmi? Sən o bil ki, bizim fəxrimizdir. Nəinki onun timsalında olan bütün pəhlivanlar. Azərbaycanı təmsil edir, Azərbaycan bayrağını qaldırır, tanıtdırır. Sən durur, gəlib burada mutulalıq eləmək lazımdır olur. Başa düşsənmi? Kimin sözü də varsa da, bu qardaşa pit nizəsi varsa,
direktə nömrəni atıram, çıxsın məndən CV yazar. Bəsdirin də. Yox, nə olur? Nə bu Azərbaycanın olsa belə Tamam, bərbad tamam. günə qoyan elə siz kimlərdir bilər? Bu bəziləri pedala qalar bilər. Bəsdirin də. Nə? Bəli, bəli. Almaniyada belə göt vəziyyətinə qoydunuz. Nə bilim, Avropanın bütün hər yerində Azərbaycanı bədbaxt günə qoydunuz. Sonra da prezidenti pisləyirsiz. Bəsdirin də, nə? Hamısı Baba. qardaşım paxıllıqdan, qardaşım, hamısı paxıllıqdır. paxıllıqdan irəli gəlir, qardaşım. Paxıllıqdır. Paxıllığın çəkirlər. Şükür Allah'a da Çünki Mən bir şey deyim. Burada deyirlər ki, qardaş paxıllıqdan irəlidə kişi irəli gedir, sənin paxıllığın gəlir. qardaşım bir dənə olar mənə icazə verin, bir dənə fikir bildirim. Bax, Cengiz, bir dənə sözünü üzr çıxırım, istəyirəm. qardaşım. Bir dənə fikrimi deyim, başa dönüm. Bax, mən sirkdə işləyirəm. Bəli. Mən özdə elə belə sirk deyil, Meksikanın ən prestijli, ən öndə gedən sirklərindən birində işləyirəm. Bəli. Biz hər gün çıxış eləyirik. 3500 nəfərlik bizim sirkin auditoriyası var. Demirəm 3500 hər gün olmur, amma günə ən azı 600-700 nəfər adam gəlir. Hər gün 600-700 nəfərin qarşısına mən çıxanda səhnəyə çıxış var da, çıxanda mənim ölkəmin adı çəkilir. Deyirlər ki, Azərbaycan Çingiz, indi İspan dilində deyirlər ki, güclü adam Çingiz gəldi Azərbaycandan. Hər dəfə məndən soruşurlar, sirk bitəndə yaxınlaşırlar mənə, mənim ölkəmin adını tanıdı. Burada Azərbaycanı tanımırlar. Mən burada bir illik müqavilə ilə gəlmişəm, bir il burada müqavilə ilə işləyəcəm. Günə heç nə demirəm, günə 200 nəfərdən ilə vuranda neçə min adam eləyir. Mən də qardaşım, bir idmançı yarışda gedir, iştirak edir, yarışa gəlsin 1000 nəfər, 1500 nəfər, lap olsun 3000 nəfər adam onu yarışda izləsin. Amma mən 3000 adam məni 3-4 günün içində 3000 nəfər adam məni izləyir. Yarışçı, idmançı karateist neyinir? 2 nəfər karate eləyir, güləşçi neyinir? Güləşir, ölkənin adından çıxış eləyir. İndi mən pəhlivanam, mənim medalım olmasa da mən sənətçiyəm, artistəm, sirk artistiyəm. Mən də ölkəmi belə təbliğ edirəm. Beləsinə pis bir şey göstərmirəm ki, pəhlivanlıq göstərirəm. Gərək hökmən medal alasan. Mənim medala ehtiyacım yoxdur. Mənim medalım mənim tamaşaçılarımdır. Məni sevən insanlardır. Bax, mənim medalım odur. Başa düşdün? Mənə bu sərf edir. Mənə bu yolu Allah Taala mənə bu cürə yaradıb, bu bacarığı verib. Mən belə Azərbaycan ölkəmi, əsas o da ölkəmi təmsil eləyirəm. Gələcəkdə bax mən hansı şəhərlərdə oluramsa, orada ən azından hamıda olmasa 50% insan Azərbaycanı tanıyır. Pisdir, Meksikada Azərbaycanı gəl düş Meksikaya deyən mən Azərbaycanlıyam deyəcəklər harda yerləşib. Amma mən hansı şəhərlərində iştirak eləyirəmsə, bir ay qalırıq bir şəhərdə. Bir ay ərzində bütün şəhərin demək olar 50%-nə bir şov veririk. Cəmaət gəlir, görür, tanıyır da. Pisdir qardaş, pis tanımır ki. Mən insan olaraq ola bilər ki, kimsəncə xoşuna gəlmərəm, o insan olaraq ola bilər kimsəncə ləzzət eləmərəm, amma bir sənət olaraq mən öz sənətimdə öz ölkəmin adını layiqincə təmsil eləyirəm. Başa düşdün? Düzdür. Cengiz, o yazılanlara boş fikir vermə, qardaşım. Şu aparı, Allah şu avand eləsin, yolun açıq olsun, yerli. İşində ol, heç nəyə fikir vermə, yerli. İndi hər an Allah Taala bir yerdən vursun. Mən də sirk işləmək ayıb deyil. Sirkdə işləmək o hər insanın başı üçün deyil. Gələsən öz gücümə bax, and ola bizi yaradan Allah'a nə dayım mənə kömək eləyib, nə əmim kömək eləyib, nə dostum, nə tanışım, heç